Hər vaxtınız xeyirli olsun, dəyərli abituriyentlərimiz. Mən İlnur Mehdili. Artıq sınaq 6-nın izahını sizlərə təqdim edirəm. İzah keçməmişdən öncə sizlərdən bircə xahişimiz var ki, mütləq bizim YouTube kanalımıza abunə değilsinizsə, abunə olmağı unutmursunuz. Həmçinin bəyənib, paylaşıb, rəy yazmaq da bizdən əsirgəməyin. Mütləq rəy bölməsinə öz fikirlərinizi qeyd edin. Gələk, demək, sınaq 6 mövzular, söz birləşməsi, sintaktik əlaqələr və onların növləri. Baxaq. Deyir, biri söz birləşməsi deyil. Biz bilirik ki, söz birləşməsi olması üçün ən az 2 və daha artıq müstəqil mənalı söz olmalıdır, əzizlərim. Və yəni müstəqil leksik mənaya malik olmalıdır. Elə deyilmi? Baxın. Tapşırıqları eləmək, bəli, tapşırıq bir söz, eləmək sözü yerinə yetirmək mənasını verəndə yadda saxlayın ki, müstəqil sözdür. Bu söz birləşməsidir. Şəhərdə olmaq, olmaq sözü yaşamaq mənasını verəndə müstəqil sözdür. Bəli. Müəllim olmaq bu bir sözdür. Bir sözdən heç bir halda söz birləşməsi olmaz. Ana haqqı söz birləşməsidir. Yeni il söz birləşməsi. Cavab olacaq C bəndi. Çünki müəllim olmaq bir sözdür. Bir sözdən heç bir halda söz birləşməsi yaranmaz. Cavab olacaq bir də C variantı. Gəldik ki, hər iki tərəfə sifətli ifadə olunan söz birləşməsi hansı cümlədədir? Döyüşdən sağ çıxan adamları ordenli təltif edədilər. Burada ümumiyyətlə sifət yoxdur. Əsgərlərimiz bütün çətin işlərin öhdəsindən gəlirdilər. Burada da ümumiyyətlə sifət yoxdur. Şəhərdəki tikinti işləri hələ başa çatmamışdı. Burada şəhərdəki birdir, tikinti amma isimdir, lazım deyil. Salondakı gənclər, bəli, baxın, birinci növ təyin söz birləşməsi, ismi birləşməsi. Bax, salondakı gənclər. Gənc sözü də sifətdir, salondakı sözü də sifət. Hər iki tərəfi sifətlə ifadə olacaq, cavab olacaq D variantı. Qızıl saat birləşməsinin qızıl sözü isim olduğu üçün mənə lazım deyil. Eyni zamanda saat sözü də isimdir. Mən deyir ki, hər iki tərəfi sifət olsun. Burada isə demək qızıl da isimdir, saat da isimdir. Yeni gələn feili sifətdir, lazım deyil. Cavab olacaq demək ki də D variantı. Gəldik 3-cü suala baxaq burada. Cümlənin birində söz birləşməsi işlənməmişdir. Birazdan o dəvəsini yortma sürə-sürə gəlib çatdı. Birazdan o dəvəsini yortma sürə-sürə. Hansı təl? Baxın, yortma sürə-sürə. Bax, söz birləşməsi feili birləşmədə var. Yəqin otluqda cırıldayan çəyirtkənin səsinə, çəyirtkənin səsi, sonra otluqda cırıldayan, bax, biri ismi birləşmə, biri feili birləşmədir. Kim bilir, bəlkə doğma yerləri, doğma yer ismi birləşmədir. O yeri indi belə adlandırırlar. O yer, baxın, o yeri indi belə adlandırılır. O yer ismi birləşmə. O narahatlıqla ətrafa boylanırdı. Burada isə birləşmə yoxdur. Cavab olacaq E variantı. Feili birləşmə işləndiyi cümlənin müəyyən bax. Sənin gözəlliyin gəlməz iki saya, qoynunda yer vardır ulduza aya. Burada ümumiyyətlə feil birləşmə yoxdur. Çoban çaydan bir qədər uzaqda od qalamışdı. Xeyr. Kənddə olanda, baxın yoldaş, kənddə olmaq ifadəsi ilə feili birləşmədir. Kənddə olanda feili birləşmədir. Feili bağlama tərkibidir. Dedim, kənddə olmaq feili birləşmə cavab olacaq C variantı. Onun xarici görünüşü dəvə sahibinin əvvəlki xəstə halına çox bənzəyirdi. Yox. Kömək etdiyi adamı, kömək etmək bir sözdür. Bir sözdən də birləşmə olmaz. Cavab olacaq demək C variantı. Gələk 5-ci suala. Nümunədə söz birləşməsi ilə ifadə olunan cümlə özləri müəyyən. Bax. Bu bağçanın hər bir budağı üstünə 1000 çiçək, 1000 gül bitirmiş. Nə edib? Bitirib. Nə bitirib? Gülü bitirib. Nə? Bağçanın çiçəyi, budağı. Bağçanın budağı. Mübtəda da 3-cü növ təyin söz birləşməsidir. Mübtəda elə deyil. Bağçanın budağı, mübtəda var, mübtəda. Mübtəda varsa demək sənin cavabın A da ola bilər, B də deyil. Baxalım mübtəda. Üstündə minçi minmür yetim. Sizin güldüyünüz çoban torpağı, hansı çoban torpağı? Sizin güldüyünüz çoban torpağı. Nə çoban torpağı? Nizamilər Füzulilər yetirmiş. Yetirib kimi nizamiləri, kimi Füzulilər. Biz görürük ki, təyində feili birləşmədi, sizin güldüyünüz. Mübtəda da ismi birləşmə. Mübtəda ilə təyin var mı cavabımızda? Mübtəda və təyin var. Cavabımıza baxın A variantı. Yaş növbədir. Hansı feili birləşmə aslı tərəfi adlı xallı isimlə ifadə olunur? Aslı tərəf, yəni birinci tərəf. Adlı xallı isimdir. Çoxdan gələn, yeri silən, tapşırığı yazanda əlləri əsəndə bəli yoxdur. Bax, əllər sözündə əlləri. Bu mənsubə şəkilçisidir, amma çoxdan bu ümumiyyətlə deyək ki, isimlə ifadə olunur. Çoxdan zərfdir, yeri təsiri kaldı, tapşırığı təsiri kaldı, birdən zərfdir, amma əlləri əsəndə onun əlləri. Mənsubə şəkilçisi və adlı xal da cavab olacaq B variantı. Oğlum, niyə şeirlərini doğma dilimizdə yazmırsan cümləsində hansı sözlər ismi birləşmənin tərəfləridir? Doğma dilimizdə, baxın, doğma deyil bu. Doğma deyil. Birinci növ təyin söz birləşməsi deyil yoldaşlar. Hə? Birinci növ təyin söz birləşməsində köhnə adı nə desək, ismi birləşmədir. Hər iki tərəfdə bizə də ismi birləşmə tərəflər. Doğma və dil.
Doğma və dil varmı? Doğma dil. Cavabınıza baxın. D variantı. Gəliş növbəti 8-ci suala. Hansı mürəkkəb adının yazılışı səhvdir? Nəsrəddin Tusi adına klinika, bəli, adının sözü kiçik hərfdən olmalı, heç bir nöqsan yoxdur. Məmmədəmin Rəsulzadə yoxdur. 28 Mart günü yadda saxlayın ki, tərkibində gün sözü olub və tarixə düşən bütün sözlər böyük hərflə yazılmalı, doğru. Cəbrayıl rayon icra hakimiyyəti, rayon sözü təbii ki, böyük hərfdən olmalı. Kiçik itim veribsə, səhv verib, cavab olacaq D variantı. Dövlət İmtahan Mərkəzi, bu da düzgündür, yəni DİM. Aydın oldu? Bu da düzgün, cavab olacaq D variantı. 9. Cümlənin birində həm sözlər, həm də cümlə arasında sintaktik əlaqə var. Sözlər və cümlələr arasında. Biz bilirik ki, ümumiyyətlə sintaktik əlaqənin iki növü var. Tabesizlik və tabelilik. Tabesizlik bərabər hüquqlu cümlələr arasında olur, yəni həmcins sözlər arasında ola bilər. Eyni zamanda tabesiz mürəkkəb cümlə arasında ola bilər. Baxaq indi görək canımıza nə çıxacaq. Demək, Nizami Gəncə Xosrov və Şirin poemasını fars dilində yazmışdı. Burada ümumiyyətlə səndir ki, həm cümlələr arasında. Cümlələr arasında isə təbii ki, sənin cümlə mürəkkəb cümlə olmalıdır, elə deyilmi? Sənin cümlən mürəkkəb cümlə olmalı. Mürəkkəb cümlə deyil. Gahdan çiskin tökər, gah duman elə, gah gəlib gedən peşman elə. Mürəkkəb cümlə deyil. Bahar gəldi, özü ilə hərəkət gətirib. Mürəkkəb cümlə deyil. Geri döndü, yoldaşlarını götürüb uca dağın başına çıxdı. Mürəkkəb cümlə deyil. Bolu bəy hay vurdu, adamlar tökülüb Koroğlunu tutdular. Nə etdi hay vurdu? Kim? Bolu bəy. Nə etdilər tutdular? Kimi? Koroğlunu. Kim? Adamlar. Bax bu mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümlə. Tutan adamlardı, hay vuran Bolu bəy. Tabesiz mürəkkəb cümlə olduğu üçün bu cümlələr arasında tabesizlik əlaqəsi var. Tabesiz sintaktik əlaqə. Eyni zamanda Bolu bəy hay vurdu. Mübtədin xəbər arasında da tabelik əlaqəsi var. Yəni uzlaşma var. Demək E bəndində həm uzlaşma var, həm də tabesizlik əlaqəsi. Sənə demir ha, tabeli olsun, tabesizlik olsun. Sadəcə cümlələr arasında deyirsə, mənə mürəkkəb cümlə lazımdır ki, cümlələr arasında baş versin. O da yalnız E variantındadır. Gəldik 10-cu suala yoldaşlar. Deyir ki, kəmiyyət uzlaşma hansı cümlə üzvləri arasında pozula bilər? Baxın, ümumiyyətlə kəmiyyət uzlaşma deyəndə biz bilirik ki, mübtəda təkdədirsə, xəbər təkdə, cəmdəsə cəmdə. Fərqi yoxdur. Kəmiyyətə görə uzlaşma deyirsə, fərqi yoxdur yoldaşlar. Demək, istər heyvan olsun, canlı olsun, cansız olsun. Təkdəsə təkdə, cəmdəsə cəmdə. Aydın oldu? Baxın. Tamamlı xəbər arasında yox. Mübtədanın xəbər arasında pozula bilər. Deyil, biz bunu bildik də, deyil, mübtədanın xəbər arasında pozula bilər də. Daşımız yazıram ki, baxın, onlar gəldi. Görün necə pozuldu? Bəli, pozuldu. Mübtəda xəbər arasında kəmiyyətə görə uzlaşma pozula bilər. Aydın, məsələn yazıram ki, quşlar uçdu. Pozula bilər də, deyəm. Cümlə birində uzlaşma əlaqəsi kəmiyyət yox pozulmuşdur. Kəmiyyət yox, baxın. Sərnişinlərin çoxu qatarda ayaqüstə dayanmışlar. Baxın yoldaşlar. Sənin səhvinin A bəndi. Niyə görə? Yadda saxla. Niyə dayanmışdılar? Kim? Sərnişinlərin çoxu. Baxın yoldaşlar, yadda saxlayarsan sənin mübtədan üçüncü ümumiyyətlə mübtəda söz birləşməsi ilə ifadə olunursa, söz birləşməsinin əsas tərəfinə bax. Əsas tərəf təkdədirsə, xəbər təkdə, əsas tərəf cəmdəsə, xəbər cəmdə. Sərnişinlərin çoxu. Əsas tərəf nədir yoldaşlar burada? Təkdə, hə? Çox təkdədir axı. Yəni burada sən larlər şəkilçisi görmürsən ki, xeyr. Əsas tərəf təkdə olduğu üçün, sənin mübtədanın təkdə olduğu üçün xəbər də təkdə olmalı. Dayandılar, yox, dayandı. Aydın oldu? Cavab olsa A bəndi. Yəni, yadda saxlayaq ki, bir də izah edəm. Mübtəda söz birləşməsi ilə ifadə olunanda, sən söz birləşməsinin əsas tərəfinə, əsas tərəf təkdədirsə, xəbər təkdə. Əsas tərəf cəmdədirsə, xəbər cəmdə. Burada da əsas tərəf təkdə olduğu üçün dayanmışdılar, yox, dayanmışdı olmalı idi. Cavab olacaq 11-də A variantı. 12. Fe'li birləşmə ifadə olunan ikinci dərəcəli üzvün işləndiyi cümlənin müəyyidi. Yəni təyin, tamamlıq, zərflik. Fe'li birləşmə ifadə olunsun. Dadananla quduranı saxlamaq olmaz. Bacarmadığın işə bacararam demə. Bəxti gətirənin xoruzu da yumurtlayır. Leş görəndə qarğa quzğuna dönər. Baxın, nə zaman qarğa quzğuna görər? Bax, diqqətli oluruq ha. Nə zaman qarğa quzğuna dönər? Leş görən nə edə? Qarğa quzğuna dönər. Qarğa quzğuna dönər. Nə edər? Dönər. Nə dönər qarğa? Qarğa nəyə dönər? Quzğuna. Nə zaman leş görəndə? Baxın yoldaşlar. Leş görmək demək zərflikdir və fe'li birləşmə ifadə olunub da. Leş görmə fe'li bağlama tərkibidir də, fe'li birləşmədir və zərflikdir. Cavab olacaq D variantı. Biri sabit söz birləşməsi. Ya da sabit söz birləşməsi deyilsə yoldaşlar, söhbət frazoloji birləşmədən gedir. Bax diqqətli olun ha. Söhbət frazoloji birləşmədən gedir. Sərbəst söz birləşməsi deyəndə sənin adı bildiyin söz birləşməsi. Sabit desə söhbət frazoloji birləşmədən gedir. Aydın oldu? Nail olmaq, yola vermək. Bax mən deyirəm mən onu yola verirəm. Bax yola vermək frazoloji birləşmə. Cavab olacaq C variantı.
Bir ismin birləşmənin əsas tərəfi ola bilməz. Əsas tərəf adlarla ifadə olunmalıdır. İsim, sifət, say, əvəzli, zərf. Bunlarla ifadə oluna bilər. Feili bağlama ifadə olunsa, mən o ismin birləşmə yox, feili birləşmə deyəcəkdim. Cavab olacaq B variantı. Söz və söz birləşməsinin ortaq cəhətləri sırasında verilənlərdən biri səhvdir. Əşya və hadisə adını bildirir. Cümlə üzvü olur. Cümlə əmələ gəlməyə iştirak edir. Leksik şəkilçisi ilə düzəlir. Suala cavab verir. Bax yoldaşlar, biz yadda saxlamalıyıq ki, mütləq diqqətli olacaq. Söz birləşməsi leksik şəkilçisi ilə düzəlmir. Yəni elə bir qayda yoxdur ki, söz birləşməsi əmələ gəlməz, xüsusi bir leksik şəkilçisi lazımdır. Belə bir qayda yoxdur ki, cavab olacaq D variantı. Amma sözün əmələ gəlməsi üçün leksik şəkilçisi lazım ola bilər də. Aydındır mı? Cavab olacaq D variantı. Xoşbəxt xəlq eləmiş sizi yaradan nümunəsi ilə bağlı doğru fikir müəyyən. Baxın, mütləq söz birləşməsi ifadə. Bax, əvvəl təhlildə sonra. Xoşbəxt xəlq eləmiş sizi yaradan. Bax, nə edib? Xəlq eləmiş, kimi, sizi, nə xəlq eləyib yaradan, necə xəlq eləyib, hansı tərzdə necə, xoşbəxt xəlq eləmiş. Aydın oldu? Bax. Mübtədası söz birləşmə ifadə olunub səhvdir. Mübtəda yaradan sözdür və isimlə ifadə olunub. Elə deyil. Demək bu nə oldu? Bu səhv. Bütün cümlə üzvləri sözlərlə ifadə olunub. Bəli, xoşbəxt sifət, xəlq eləmiş feil, sizi nədir, əvəzlik, yaradanda isim. Yəni burada heç bir söz birləşməsi yoxdur. Xəlq eləmə bir sözdür. Bir söz olduğu üçün bu mürəkkəb feil, söz birləşməsi deyil. Sənin doğru fikir, bəli, bütün cümlə üzvləri sözlə ifadə olunub. Cümlə uzlaşma əlaqəsi pozulmuşdur. Xeyr, yaradan xəlq eləmiş, pozulmayıb. Feili birləşmə xəbər vəzifəsində burada ümumiyyətlə feili birləşmə yoxdur, səhvdir. Hal şəkilçili söz işlənsə də heç bir sözə tabe deyil. Sizi yaradan niyə? Tamamlıqdır. Tamamlıq da nə? Tamamlıq da sizi yaradan, sizi xəlq eləmiş. Baxın, niyə? Tamamlıq xəbərə tabedir. Niyə görə tabe deyil ki? Tamamlığın qayda olaraq xəbərə tabe olmalı. Bu da səhv cavab oldu demək 16-da B variantı. 17. Aslı tərəfi sifət ifadə olunan ismi birləşmə işləndiyi cümlənin müəyyən. Aslı tərəf yoldaşdır birinci tərəf. Birinci tərəf nə olsun? İsimlə ifadə olunsun. Baxın. Saxsı qablar daha keyfiyyətli olur. Baxın yoldaşlar. Saxsı qablar daha keyfiyyətli olur. İsimlə ifadə işləndiyi isim. Saxsı qab daha keyfiyyətli hazırlanmalıdır. Aslı tərəfi sifət ifadə, sifətlə. Saxsı da isimli, qab da isimli, lazımdır. Sübh tezdən Kərim babanın taxta qapısı döyüldü. Taxta da isimli, qapı da isimli, lazımdır. Artıq satışa rezin ayaqqabılar yox idi. Rezin də isimli, ayaqqabı da isimli, lazımdır. Qızılı qələmi, bəli, qızılı. Baxın, isimdən sifət düzəldi, bax, rəng bildirən. Qızılı qələm, necə qələm? Aslı tərəfi sifətdən ifadə olunub, cavab olacaq D bəndi. Bürünc medal yoldaş da hər iki tərəfi isimli. Bürüncü də isimli, medal da isimli. Aydın oldu? Cavab olacaq demək D variantı. Üzərində rəqəm yazılmış hansı ifadə uzlaşma əlaqəsinin əsas tərəfidir? Yoldaşlar, baxın. Uzlaşma əlaqəsinin əsas tərəfi deyəndə yadda saxlayaq ki, söhbət demək uzlaşmada əsas tərəfdən, söhbət birinci tərəfdən gedir. Yadda saxla. Uzlaşma birinci tərəf əsaslı, ikinci tərəf aslı. Baxın. Hər gecəm oldu kədər, qüssə fəlakətsən. Kədər oldu. Nə kədər oldu? Gecəm. Baxın yoldaşlar. Bizə deyir ki, hər gecəm oldu kədər. Baxın yoldaşlar. Gecəm nə etdi? Kədər oldu. Nə etdi? Kədər oldu. Nə kədər oldu? Gecəm. Bax, gecə mübtəda deyil. Mübtəda xəbər arasında uzlaşma əlaqəsi olur da. Mübtədanın xəbər uzlaşma əlaqəsində də mübtəda əsaslı, xəbər ondan asılıdır. Birinci tərəf əsas tərəfdə dedik. Bu gecəm sözü baxın yoldaş, gecəm sözü əsas tərəf cavab olacaq A bəndə. Amma hədər olmaq ifadəsi amma xəbərdir və burada aslı tərəfdir. Yadda saxla, uzlaşma əlaqəsində mübtəda əsaslı, xəbər ondan asılıdır. Əsas da mübtəda, gecəm. Cavab olacaq A variantı. Hansı cümlədə mürəkkəb adın yazılışı doğrudur? Baxa görə hansında adın yazılışı doğrudur? Demək, fevralın 21 beynəlxalq ana dili günü. Beynəlxalq ana dili günü bütövlükdə böyük hərflə olmalı. Yadda saxla, tərkibində gün sözü olan tarixa düşən bütün sözü böyük hərflə yazılmalıdır. Burada beynəlxalq sözü kiçiklə yazılıb səhvdir. Ağaməmməd Şah 1791-ci Şah sözü kiçiklə olmalı. Yadda saxla, şahsdır, bəydir, xanımdır, xandır, ağadır. Bunlar ikinci tərəfdə gələndə kiçikdən olur. Ancaq əvvəldə gələndə böyükdən ola bilər. Səhvdir. Kür arası ovalığı Böyük Qafqaz, Kiçik Qafqaz taş dağlar arasında məkanını əhatə edir. Burada heç bir deyərdim yanlışlıq yoxdur, digərə baxaq. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, yadda saxlayaq, Azərbaycan Respublikası böyük, kənd təsərrüfatı naziri kiçik. Bax, kənd sözü burada kiçikdən olmalı idi, səhvdir. Şəhərdə xiyaban sözü kiçikdən olmalı idi. Bu da səhv cavab olacaq, demək C variantı. Nümunənin birində tabesizlik əlaqəsi yalnız cümlələr arasındadır. Tabesizlik. Demək bizə tabesiz mürəkkəb cümlə lazımdır. Əzizlər, belə deyim. Görə elə hardadır tabesiz mürəkkəb? Baxaq. Cana məlhəm səd vəfa etibar, fitnəkarlıq edər onu tarıbar.
Cana məlhəmsə də vəfa etibar. Vəfa etibar cana məlhəmsə də bu tabel mürəkkəb cümlədir. Bilsin ana torpaq, eşitsin vətən. Nə etsin? Bilsin. Nə bilsin torpaq? Nə etsin eşitsin? Nə eşitsin vətən? Baxın yoldaşlar. Ana torpaq bilsin. Bilən ana torpağı, eşidən vətəndir. Ana necə torpaq? Ana torpaq. Bu demək, bunun arasında tabesizlik əlaqəsi var. Çünki bu tabesiz mürəkkəb cümlədir. Ana torpaq bilsin, vətən isə eşitsin. Aydın oldu? Cavab olacaq B variantı. Çünki bunlar tabesiz mürəkkəb cümlədir. Hal bilən, hal deyən bir sənətkar olur. Bu ümumiyyətlə sadə cümlədir. Razılıq etsə də səndən bir nadan, onun tərəfinə aldanmayasın. Bu demək tabeli mürəkkəb cümlədir. Bu da getdi. Yerdə qaldı nə? B variantı. Gələk növbəti suala. Xüsusiyyətlər heç birinə uyğun gəlməyən söz birləşməsi müəyyən. Düzəltmə sifət sadəsi. Tezdən duran yoldaşlar, baxın tezdən duran, balıqçını görüncə, dağdan enəndə, axşamki hadisə, 4-cü mərtəbə və s. İndi bir-bir uyğunlaşdıra görək ki, hansına uyğun yoxdur. Baxaq. Düzəltmə sifət sadəsi. Düzəltmə sifət sadəsi. Axşamki hadisə, baxın, axşamki hadisə. Bu düzəltmə sifət sadəsi. 1-ə yazdım, eyni getdi. Düzəltmə say sadəsi. Düzəltmə say. 4-cü mərtəbə. 4-cü 2'ye yazdım, yeni getdi. Sadə isim, fiili bağlama. Dağdan enəndə. Baxın, dağdan enəndə. Sadə isim, fiili bağlama. Buraya yazdım ki, düzəltmə zərf, fiili sifət. Tezdən, bəli, düzəltmə zərfdir və demək duran da demək abəni getdi bura. Hə? Bu balıqçını görüncə ifadə. Bunu sxemi yoldaşlar. Düzəltmə. Bayaqda bunu sxemi. Düzəltmə isim plus görüncə fiili bağlama. Belə bir sxem var, düzəltmə isim, fiili bağlama yoxdur ki. Cavab olacaq nə? B variantı. Öldürücü zərbə birləşməsindəki aslı tərəf yoldaşlar bu təbii ki birinci tərəfdir. Aslı tərəfin xüsusiyyətlə bağlı yanlış şey göstərir. Öldürücü sözü əvvəlcə demək təhlil edək. Öl sözün kökü öl, öldür, öldürücü. Sözün kökü feildir. Söz özü demək sifətdir, amma feildən yaranır. Öldürmək feilindən yaranan sifət. Qursa düzəltmədir. Bəli, düzəltmədir. Kökü və başlanğıc forması fərqli hissəsidir. Bəli. Kök feildir, başlanğıc forması sifətdir, öldürücü necə? Düzdür. Feildən düzəlmiş isimdir, xeyr, isim deyil. Öldürücü sözü sifətdir. Necə xəstəlik? Öldürücü xəstəlik. Cavab olacaq C variantı. 2 leksik şəkilçisi var. Göstərdim, sifətdir, bəli. Gələk 23-ə. Kitabdan oxuduqda söz birləşməsinin əsasında doğru fikir müəyyən. Baxa görək doğru fikirlərimiz bizim burada hansıdır? Demək, 2 sadə sözdən yaranıb. Kitabını oxuduqda bəli, 2 sadə sözdən yaranıb. Mürəkkəb addır, xeyr, bu feili bağlamadır. Mürəkkəb ad deyil, feili bağlama tərkibidir. Feili bağlama tərkibidir, bəli, doğrudur. Mən yanlış lazımdır, 3'ü götürməyəcəm. Aslı tərəf hal şəkilçisi ilə ismi birləşmədir. Kitabdan oxuduqda bu ismi birləşmə deyil, axı bu feili birləşmədir. Oxu, dıqda, diqdə. Bu feili birləşmə, ismi birləşmə deyil. Ona görə bu da səhvdir. Demək, doğrunun altında doğru 1, səhvin altında səhv 4. Cavab olacaq 1 və 4. Gələk 24-cü suala. Hansı mürəkkəb adın yazışı düzgündür? Bakı Dövlət Universiteti BDU. Elə deyib, bəli. Silahlı Qüvvələr Günü. Günün sözü böyüklə olmalı. Yadda saxla, tərkibində gün sözü olan, tarixə düşən bütün sözlər böyük hərflə yazılmalıdır. İkisi. Möminə Xatun türbəsi, bəli, doğrudur. Novruz bayramı, bayram kiçikdən olmalı idi, səhvdir. Qurban bayramı, bəli, doğrudur. Yəni Novruz bayramı, Qurban bayramı. Bunların hər ikisinin yazılışı eyni olmalı. Bayram sözü böyük ola bilməz, gün sözü kiçik ola bilməz. 2 ilə 4 səhvdir. Sənin cavabın olacaq 1, 3 və 5. Gəl növbəti 25. Deyilən adam ifadəsi. Baxaq. Əsas aslı tərəflərdən ibarətdir. Əsas aslı tərəflərdən ibarət. Deyilən adam. Bəli, deyilən demək aslı tərəf yoldaşlar, adam isə əsas tərəf. Elə deyil, baxaq. 2 müstəqil sözün məna qrammatik cəhətdən birləşməsinə yaranır. Baxaq. Demək yoldaşlar, 2 müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə yaranır. Bəli, elə deyil. Doğru. Çünki söz birləşməsi. İsmi birləşmədir. Bəli. 1, 2, ismi birləşmədir. Cümlə daxilində işlənərsə bütövlükdə bir cümlə özü kimi çıxış edəcək. Deyilən adam xeyr. Bu birinci növ olduğu üçün adam, hansı adam deyilən adam. Baxın yoldaşlar, görürsən bu təyin olacaq, parçalanacaq. Asıl tərəfi məhsul növdə olan feil sifətdir. Məhsul növdə olan feil sifət. Deyilən sözü məhsul deyil, deyilən sözü qayıdışdır. 4-də səhvdir. Birinci tərəfi düzəltmə olan indiki zaman mənalı feil sifəti. Bəli. De, deyin və anan. Bəli. İndiki zaman mənalı feil sifət. Cavab olacaq 5. Yəni 1, 2, 5. Cavab bura 1, 2 və 5. Aydın oldu yoldaşlar. Gəldik növbətiyə. 26-cı demək suala da bir yaxından nəzər yetirək.
Hə. Deyək ki, elə Venn diaqramı əsasən cümlədəki fərqləndirmə hissələr əsasən ortaq fikirləri müəyyənləşdirir. Bizə ortaq fikir lazımdır. Baxaq. Faytonlara əyləşib Ağamusanın iqamətgahına gəldik. Üz gözündəki sevinci indi anladım. Ağamusanın iqamətgahına gəldik. Üz gözündəki sevinci indi anladım. Bizə ortaq fikirlər lazımdır təbii. Bax. İsmi birləşmədir. Ağamusanın iqamətgahı. Bəli, ismi birləşmədir. Üzündəki sevinc, bəli, ismi birləşmədir. Təbii ki, Ağamusanın iqamətgahı üçüncü növdür, köhnə adı ilə desəm. Üz gözündəki sevinci bu birinci növdür. Hər ikisi ismi birləşmədir. 1 yaza bilərəm bura. Əsas tərəfinə qramat şəkilçi var. Əsas tərəfi ikinci tərəf. İqamətgahına sevinci sözündə bəli var da. Sevinc, sevinc və sevinc və i. Qramat şəkilçisi var da, elədir? Bəli, 2. Bir qramat şəkilçisi var. Hər iki tərəf əsas nitqsel ifadə olmuşdur. Bəli, iqamətgah da isimdir, sevinc də isimdir. 3, hələ ki gedir, 1, 2, 3. Sadə sözlərdən ibarətdir. Xeyr, sevinc sözü düzəltmədir, səhvdir. Üzr istəyirəm, 4 səhvdir mi? 3-cü yerə qoydum, 4 səhvdir. Aslı tərəf ümumi isimlə ifadə olunub, aslı tərəf birinci tərəf. Üz gözündəki isim deyil, üz gözündəki, dakidəki sifət düzəldir. Bu da səhvdir. Demək, 4-5 səhvdir, cavab olacaq 1, 2, 3, yəni cavab olacaq 1, 2, 3, yəni. 17. Uyğunluğu müəyyən. İsmi birləşmə feil bir. Yağış yağanda feili birləşmə 1A, 2A. İsti hava ismi birləşmə 1C. Müəllim olanda, müəllim olmaq bir söz, tez bir yerə yazan bilməzsən. Sürətlə danışan feil birləşmə D. Hökm edən, hökm etmə bir söz, heç bir yerə yaza bilməzsən. Çünki bizə birləşmədir. Birləşmə bir sözdən ibarət ola bilməz. 1C, 2A və D. Gələk mətninə görək burada mətndə söhbət nədən gedir burada? Kifayət qədər mətndir. Baxa. Deyir ki, Bakı Abşeron yarımadasında Xəzər dənizinin qərb sahilində yerləşir. Buraya yerləşir yaza bilərik. Yerləşir. Sahəsi demək 2140 kilometr, əhalisinin sayı 2018-ci ilin əvvəlinə qədər demək 2.262.600 nəfər. 2022-ci ildə aid digər rəsmi mənbələrə görə şəhərin qeyri-rəsmi azı 5 milyon hesablanmışdır. Bakı Avropa və Asiyanın kəsməsində yerləşən dünyanın ən cazibədar beynəlmiləl şəhərlərindən biridir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasında pilləli şəkildə enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsində təqribən 28 metr aşağıdır. Bakı rayonu arasında müalicəvi əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanlar var. İqlim yarı quraq və subtropikdir. Bakı Qafqazda ən əhəmiyyətli turizm mərkəzlərindən biri sayılır. 2015-ci ildə Bakı Lonely Planet nəşrinin, Lonely yəni ingilis dilində bu Lonely, daha cazibədar, gözəl Planet nəşrinin Avropanın səyahət edilmə ən maraqlı məkanlar reytinqində 7-ci sırada, The New York Times qəzetinin 2015-ci il səfər etmək üçün dünyanın ən yaxşı yerlər reytinqi 51-ci yerdə qərarlaşıb. 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələr siyasətində Bakı şəhəri 5-ci yerdə qərarlaşdırılıb. Baxaq indi. Mətnin məzmunu əsasən ona söz birləşməsi formasında ad müəyyən yazılır. Məsələn, söz birləşməsini yaza bilərik ki, məsələn, Bakının gözəlliyi yaza bilərəm. Bakının gözəlliyi, hə? Yaza bilərəmmi? Bakının gözəlliyi. Yaza bilərəm, Bakının gözəlliyi. Və yaxud məsələn, nə, bayaqdan burada məsələn gözəlliyinə bəhs edir. Sonra nə, turizm axınından cəlb edir, hə? Yaza bilərəm. Bakının gözəlliyi yaza bilərəm də. Məsələn, belə bir şey yaza bilərsən. Qafqazın, məsələn, gözəl məkanı. Qafqazın gözü. Belə yaza bilərəm də. Qafqazın gözü. Qafqazın gözü Bakı. Mətnlərin indi çox ad verə bilərsiniz. Sadəcə mən birini dedim. İndi siz ürəyiz nə gedirsə ad yaza bilərsiniz də bunu. Mətnlərin aid olduğu üslubu xüsusiyyətləri əsasında Venn diaqramında uyğun fikirlə müəyyən. Ədəbiyyatşünaslıq bədii ədəbiyyatın öyrənən elmdir. Ədəbiyyatşünaslıq 3 şöbənin vəhdətinə yaranan ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, ədəbi tənqid. Baxın yoldaşlar, bizim mətnimiz, birinci əsas mətn nədir? Publisistik üslubdur. Elə deyir yoldaşlar, bu rəzdən publisistik üslub. Bax, publisistik. Çərçivə mətn yoldaşlar, sizə mənim isə elmi üslubdur. Elə deyirmi? Yazıram elmi. İndi publisistik üslub ortaq cəhətdə mən şifahi şəkildə deyirəm. Baxın, yazıram ki, ictimaidir. Aydın və anlaşıqlıdır, aydınlıdır,
anlaşılıdır, hər kəsə aiddir, hə? Şifahi və yazılı forması var. Deyə bilərəm bəsə. Çərçivə mətn nə deyə bilərəm? Məsələn, belə deyək də, elmi təfəkkürün məhsuludur, konkretlik, dəqiqlik var. Sonra məsələn, termin sıxlığı var. Elmi istifadə biz nə deyirdik? Termin sıxlığı var. Sonra ardıcıllıq var, sonra konkretlik var, dəqiqlik var, məcazilə yol verilmir, modallıq bildirən söz və ifadələrdən istifadə olunur və sonra sən bunları yaza bilərsən. Orta kimi yazıram ki, hər ikisi ədəbi dilin qayda qanununa tabedir. Belə bir şey yaza bilərsən. 30. Mətnin məzmun əsasında birinci abzasda nöqtənin yerinə uyğun fakt yazın. Biz bayaq modelə yazdıq ki, məsələn, nə? Bayaq yazdım belə orada. Xəzər dənizinin qərb sahilində yerləşir. Yaza bilərsən. Belə dəyərli yoldaşlar, inşallah növbəti bir sınavda sizlər görüşəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.